Salam, mən 5 sinif şagirdi Quleyev Zəsunun Kitablarla İnkişaf Ediş layihəsindən Dədə Qorqud Dastanı adlı kitabı götürmüşəm və mən sizə bu kitabdan kiçik bir hissə danışacağam. Dədə Qorqud Dastanı kitabında İdris xan adlı bir xan 3 çadır qurmuşdur. Həmin çadırların biri ağ, biri qırmızı, biri isə qara rəngdə idi. Ağ rəngdəki çadıra qızı olanlar, qırmızı rəngdəki çadıra isə oğlu olanlar yerləşir. Qara çadırda isə nə oğlu, nə də qızı olanlar qara çadıra gedirdi. Bir insan, bir adamın nə oğlu, nə də qızı olmadığına görə onu qara çadıra yerləşdirəcəklər. Həmin insan isə etiraz etdi və evdəki arvadının yanına getdi, başından keçənləri danışdı. Arvadı ilə danışdı ki, hazırlaşdı ki, biz kasıbçılara kömək edək, əl açaq, onların qəlbini, könlünü alaq və onlara dediklərini edədilər. Dedilər ki, bəlkə Allah bizə bir oğul verdi. Onlar dediklərini etdikdən sonra Allahdan bir oğul istədilər. Allah onlara bir oğul verdi. Həmin oğullar böyüdükdən sonra İdris xan hər il etdiyi kimi buğa ilə buğanı döyüşdürəcəkdir. Döyüş meydanına buğanı çıxarmaq üçün 6 nəfər sağdan 3, soldan 3 nəfər olmaqla döyüş meydanına aparırdılar. Sonra insanlar onları buraxıb döyüş meydanında buğanı buraxıb qaçdılar. Amma onlar bilmirdi ki, həmin uşaq döyüş meydanının ortasında idi. Həmin oğlana buğa hücum edərkən buğanın alnından bir vurdu, buğa arxaya getdi. Sonra öz-özünə fikirləşdi ki, mən buğanı niyə alnından vururam? Elə mən buğanın qarnından vururum ki, buğa yerə sərilsin. Sonra buğanın qarnından vurdu, cibindən bıçağı çıxardı, buğanı öldürdü. Və bu qədər. Mən sizə qısa hissəsini danışdım. Mən bütün sinif yoldaşlarıma və uşaqlara bu kitabı oxumağı tövsiyə edirəm. Sağ olun.